Salam əziz izləyicilərimiz, xoş gördük hamınızı. Yeni gündən, yeni video ilə bugün supermarket işlədəcəyik. Supermarket simulyasiya oyunu ilə qarşınızdayım. Bu oyunu oynayıb necə işlədirlər, sıfırdan olaraq kiçik bir məhəllə dükanı olaraq başlayacağıq və böyüdüb böyük market, arazlar, bazar storlar kimi böyük bir market şəbəkəsi halına gələcəyik. Necə olacaq bu proseslər? İzləyək, görək, əylənək. Keçək oyunumuza. Oyunumuza başlayaq, davam edək. Oyunda təzə açmışam. Baxaq görək nə var, nə yox. Allah, hər şey yolundadır. Marketimiz budur, beləcə dükan. Beləcə məhəllə dükanı, hələ supermarket yazılıb bura. Supermarket olmağını hələ sənin çox var. Hələ çox böyüyəsən. Wallset. Bağlı. Oyunumuz biraz oraya. Amma çox gözəl mənzərəsi var. Oyunun keyfiyyətinə demək olar ki, sızılmaz. Bunu bu effektlərə baxın. Wow. Velosipedə baxın. Qəşəng. Bura bizim depomuzdur. Baxın bu oyun necə oynanılır. Diqqətlə mən sizə bu oyunu ən gözəl şəkildə oynayıb təqdim edirəm. Biraz məhəlləmizlə tanış olaq. Belə bir məhəlləmiz var. Yeni yükləmişəm oyunu. Heç oynamamışam. Belə bir küçədir, şəhərdir. Burada bizim belə bir tərəvəzlik. Neyse. Belə bir karakterlər var, belə NPC'lər var diyeyim. Neyse. Bu bizim yanacaq doldurma məntəqəmizdir. Yanacaq doldurma məntəqəsi. $2 biliyoruz. 90 ve neyse. Belə bir qəşəng mənzərəmiz var. Küçəmiz var. Nə var? Yol qaydalarına riayət edən sakinlərimiz var. Qəşəngdir oyun, çox gözəl görsənir. Onun gəlişinə bax, oyun gəlişinə baxsan Allah. Baş bizim marketə gəlsən də. Neyse, gedək marketimizi açaq. Otelin yanında yerləşir marketimiz. Məncə yaxşı konumdadır. Yaxşı lokasyonda yerləşir. Girək oyunumuza. Daxil olaq, marketimizə başlayaq, iş başına keçək. Oyunumuzu görək necə qururuq, necə yolunda aparırıq. Məncə hər şey çox gözəl irəliləyəcək. Bu yer gəlmişkən bir dəqiqə vaxtınızı alın. Bir dənə bəyənmə işarəsinə klik edin, oyunumuza davam edək. Bax belə, videomuzu bəyəndirsəz, hər şey yerində möhtəşəm. Nə deyir burada? Eğitim. Bilgisayarı kullanaraq ürün sipariş ver. Olar. Bilgisayar. .os. Etkiləşimə gir. Toptancı. Mısır gevreği var burada. Ekmek var, un var, yağ var, makarna var, toz şeker var. Mısır gevreği. Ekmek, çörək, un, yağ, makaron, toz şeker, şeker tozu. Bizim $50 var. Saatimiz 8'i göstərir. Saat market açılanda irəliləyəcək. Mağaza səviyyəmiz 1'dir. Bilgisayardan çıxmaq üçün SC tuşuna tıklayın. Belə. Demək biz hər məhsuldan bir ədəd bundan sipariş. Onun hamısı bir ədəd də. Səbətə ekləyək. $54 elədi. Ya bizim $50 var. Səbətdən nəsə çıxarmaq lazımdır. Bunların qiymətləri bax bu mısır gevreği 3 çörək ucuzdur, bu da ucuzdur. Bunların hamısı ucuzdur. Niyə bu qədər baha gəldi? $35 mısır gevreği. Bunu çıxardaq buradan. Bu bizə lazım deyil. Çıxmadı.
Çünki ən bahasıdır. Bizə biraz daha ucuzlar lazımdır ki, 57 dollar toz şəkəri qəbul eləmədi. Nəysə, pulumuzun yetdiyi qədərini alaq. Bunu çıxarsaq buradan alınmır, bunu çıxarsaq buradan tam alınır. Satın al. 4 dollarda kamyoncu. Nəysə, bunu çıxardaq ya da bunu çıxardaq. 25 dollarımız var. Biz burada nəyə əlavə ekmək? Peso. Yağ da əlavə eləyək. 43 dollar. Məncə sifarişimizi təsdiq. Ürünlər, mobilyalar, boyalar, zəmin, alətlər, taslar. Bunu başa düşmədim. Satın alaraq 4 dollar 32 sentimiz qaldı. Tamam. Ha, sonraki gələn kutuları al. O kutularımız nə tez gəldi. Yadınızdadır, likör simülatör. Orada biraz çətin idi. Amma kamyon arxasında gəlirdi, qəbul edirdik. Ondan sonra boşaldırdıq rəflərə. Nəysə, indi keçək rəflərə. Ürünlər rəflərə yerləşdirdik. Beşək. Boş kutuyu dışarıdakı çöp kutusuna at. Oldu. Ürünləri satış fiyatına gir. Ürünlərin satış fiyatı. Gəl görək. Demək, orta maliyyət fiyata gir. Orta maliyyət 1.50. Fiyatı 1.50. Piyasa fiyatı 4.50. Bu bizim 1.50-dən almışıq bunun birini. Deyir piyasaya 4.50-dən ver. Deməli 3 dollar biz bunda xeyir götürürük. Bu haqsızlıqdır da. Firma bunu 1.50-dən gətirir bizə. Biz niyə 3 dollar qoyuruq? Bu çox ədalətsizlikdir. Mən bunu 2 dollara qoyuram. 2 dollara da qoysam az qazanc olur. Amma bura marketdə 3 dollara qoyuram. 300 dollar ya, 3 dollara. Kar 1.50. 1.50 mənim karımdır, 1.50 də sənin karın. Olsun elə, olsun, yaxşı. 6 ədəd var. 2, 4, 6, 6, 12 dənə. 3 dollardan 3 dəfə 12 içerir. 30. Nəysə. Həmişə dediyim kimi çox güclü riyaziyyatım var. Bu nədir? Şəkər tozu. Şəkər tozu bir dənə rafin, bir gözünü tamamilə tutdu. Zibil qabımız buradadır. Bunu da ataq zibil qabına dükkanı açmıram hələ. Çörəklərimizi də yerləşdirək. Dokuz 11 dənə çörək getdi. Bunu geri al, bura qoy. 12 dənə çörək. Gedək o birisi məhsullarımızın da qiymətini təyin eləyək. Deməli, fiyatı çox. Şəkər tozu 1.15-dən gəlir. Piyasada 4.83-dür. Çox qoyursuz dəqiqləşən. Marketlər çox qoyursuz üstünə. Bu millətə yazıqdır. Mən bunu o qiymətə sata bilmirəm. Mən bunu 2.50-yə satacam. 50-yə satacam. Dönəndə qiymətinə daxil olaraq 99 dollardan gəlib. 3 manat 96 qəpik. Anasının nikahı. Yox. Yox. 1.50-yə çörək eləyə insafdan olsun. 50 qəpik. 50 qəpik xeyrimiz olsun. Ona da bərəkət deyək. 51 qəpik karımız olsun. Və hər şey onladır. Marketimizi açaq. Marketimizi açıq elan elədik. Market kiçikdir. Buradan qapı açılmır. İnşallah böyüdəcəyik marketimizi. Hər şey yerlərində olacaq. Geri kassamıza. Kasaya keçmişəm kasaya. Məhsul çörəyi götür. Verdik 1.50 dollar. 50 sent.
Sen mənə nə verdin? Kasada paraları tıklayaraq paranın üstünü topla. Sen alanda 2 dolar, toplam 1.50, para üstü 50 sent veriliyor, 0, 50 sent. Bu 1 dolar 5, 10, 1 qəpik, 5 qəpik, 10 qəpik, 25 qəpik, 50 qəpik. 50 qəpik. 50 qəpik verdim. Aha. X'a basarak alışverişi tamamla. X'a. Bastım X'a. Yok. Onayla. Special. Budget. Başa düşdüm. Her şeyi, ürünleri tara. Yaxşı tarayın. Buna klik eləyəndə öz zaten. Bu nədir? Kartanı dəyişəysən. 4.50. 4.50. Tamam. Buyur. Gönder karttan. 1.50. Buyurun hanım. Hoş geldiniz. Hoş getdiniz. Bizim market bu qəsəbədə ən münasib qiyməti olan marketdir. Başqa marketlərdən buranı səhv salmayın, xahiş edirəm. 6 manat. 6 dolar. Buyurun, hoş getdiniz beyefendi. Hoş geldiniz, hoş getdiniz. Hoş. Nə qədər xoş deyirəm. Gərək bu ifadəni çıxardan. Düz deyil, xanım. 4.50. 0. Veriliyor 0. Para tamam. Bana mı? Hayır. Yollar. Kardeş. 850. 91 dolar 50 sent qaytarmalıyam. 50 91 50. Buyurun. Size ne kadar? Bu 0. Bir tane sonra 3 manat. Buyurun. Siz de karttan alışveriş ediyorsunuz bey. 8 dolar. Teşekkürler. Kasaya kapat. Alışverişi tamamla. Bizim 43 dolarımız var. Yeni məhsul sifariş verə bilərik. Əlbəttə verərik. Toptancı. Bir də mısır gevreği alaq. 35 47. 47 sent bizə çoxdur. Məhsulumuzu gedək qapıdan götürək, rəflərimizə yerləşdirək. Arxada çox səs-küy var. Bilmirəm sizə gəlir, gəlmir. Quşların cıqqıltısı, sərçələrin daha doğrusu. Sərçələrin səsi başıma apardı. Bizim müştərilərimiz maşallah açılış günümüzdə bir çox müştəri qəbul eləmişik. Alışverişi tamamla 9 nəfər səhv eləmirəmsə, alışveriş edib 25 nəfər eləmək. Qapı nədir? Telefonun qapısıdır. Əziz müştərilər, tüm kasalar dolu. Bakka, nə deyirəm? Bir ürün fiyatı ayırılması gevreği. 1 dolar. 3 dolardır, 4 dolar eləyirəm. 1 dolar bizim xeyrimiz olsun. Xeyrimiz az olsun, qazancımız bol olsun. Bu şüar altında başlamışıq marketimizi işlətməyə. Marketimiz məncə çox yaxşıdır, hər şey qaydasındadır. Fikirlərinizi qeyd edin, görək nə edirik, nə tər edirik. Bu oyun oynayanlar var yəqin ki, nə də səhv elədiyimiz, nə də düz elədiyimiz barəsində qeyd eləsələr çox sevinərəm. Fikirlərinizi də oxuyuram, çox diqqət yetirirəm. Fikirlərin birində bir oyun qeyd olunmuşdu. Kar simülatör. Oyun yüklədim, nəsə quraşdırdım.
oyunu anlaya bilmədim, girə bilmədim. Ona görə oyunu oynaya bilmədim. Amma inşallah nəzərimdə də oyunda oynayıb inşallah sizlərə onun təqdimatını eləyərəm dostlar. Bizi kasaya çağıran olmadı niyəsə. Bu müştərilərə nə oldu belə? Hamısı üzgündür. Buradan niyə belə eləyir? Mən kasaya keçməliyəm. Kasaya keçməsəm bunlar gəlmir. Bax bu oyunun belə bir qəribəliyini də görürük dostlar. Bir dəqiqə video qeydini yoxlayayım. Neysə, hər şey axarındadır. Qardaşın parasını qaytaraq. Buradan klaviaturadan yaza bilirik. Bu çox qəşəng oldu. Enter bassaq, Allah, tüm kasalar dolu. Tüm kasa deyəndə qardaşım, bir dənə kasamız var da. 3 dollar. Para 0. Getdim. Bol 17 dollar qaytarmalıyam. 10, 5, 6, 7. Getdim. Gəldin qaqa. 44 dollar 51 sent. 4, 3, 4. 51 sent. 1 sent nədir? Bizdə elə bir məhsul yoxdur axı 1 sent alasın. Ayda niyə axşam oldu? Aşığı varmış. Gəl görək bura. Aç. Vay 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 vay. Açılandı oyun dondu. Aha. Kasaya çağırırlar. Bəs niyə belə çağırmırdılar bizi? Getdim. Oyun dondu. Bunlar oyunumuzu dondurdu. Bakalım sen de kartla alışveriş ediyorsan 5 net değerli. Sent. Yetmiş. $9. Bizim 64 dolar. 96 dolar. Mən sənin 96 dolarını qaytaran atan kassa boşalar getdim. 5 dolar. Kalat nədir o? Bilmirəm. Nə 4 dolar qaytaracam. Kassada pul qoymadın ey dayı. Toz bulamadım. Ne bulamadım? Toz şeker bulamadım diye. 1 dolar. Buyurun. Bakın. 16 dolar. 10, 5, 6. Sağ olun, gecəniz xeyri qalsın. Ayda, rəflərimiz boşalıb, müştəri, bir dənə müştəri gəlməlidir. Biz bir nəsə alaq buradan tez. 97 dolarımız var. Gün də bağlanır. Var sipariş verir. 9'dan sonra kapalı. Neyse. Marketimiz bağlandı. Bırak buradan. O müşteri gəlib satmağa heç bir şey yok. Belə dükan olar. Bura ne yazır? Süləmə olanı. Arxada heç nə yoxdur da. Bunun baxışlarına bak. Gördünüz? Bu görsən də baba buradan açıq-aşkar görünür. Belə baxmaq nəyə lazımdır? Nəyə lazımdır? Bombalan boş rəfdir. Ay maşallah, benim rəflər marketimizi bitirdiniz. Tükətdiniz. Akşam olanda onu donur biraz. Neyse, amma buna baxmayaraq oyunumuz qəşəng irəliləyir. Qəşəng irəliləyir. Open. Bağlayaq da marketi. Kols mağazaya aç. Günü tamamlamaq üçün enter'a bas. Enter'a bas.
22 məmnun müştəri 22 bulunamayan ürün 2 bahalı deyə bilməzlər, zarar görən müştəri ola bilməz, az para üstü yoxdur, toplam müştəri 26, mağaza səviyyəsinin puanı 124, gəlirimiz 130 dollar, tədarik gidərimiz 83 dollar, bakiyəmiz 97, yeni günə başla. Bu gündən etibarən günlük faturalar gələcək. Kommunallar deyir gələcək. Bax, deyir ki, bu gündən etibarən günlük faturalar gələcək. Son ödəmə günləri gəlmədən bilgisayardan ödəməyi yapmayı unutma, yoxsa otomatik ödənilər ödənsin. Nə qədər fazla elektrik cəzası olursa, faturalar o qədər artar. Faturalar artar. Anlaşıldı. Demək bizim maliyyətimiz artıbdır. Bizim maliyyətimiz marketdə artıb, rasxodlarımız artıb, elektrikə pul verməliyik, su istifadə eləmirik, amma bilmirəm ona pul ödəyəcəkmi, nədir, nə deyil bilmirəm. Nəysə. Gedək, mal sifariş verək. Görək bugün nə eləyə bilirik. Burada nə var? Yönetim. Ürün lisansı. Aşağıdakı ürünləri satın. Aşağıdakı ürünləri satın almaq üçün lisans satın alın. Lisə, su, peynir, koyu, kahve, yumurta, süt, qara çay. 200 dollar. Bizim 200 dollarımız yoxdur. Bugün 200 dollar əldə eləyə bilərikmi? Bilgisayardan yox, çıxmıram. Amma orada nə var idi? Bank. Bankdan kredit ala bildik. Nə qədər? 750 dollar ala bildik. Günlük faizi 1. Geri ödəmə 9. Nə qədər gec ödəsən, o qədər gec, o qədər çox ödəyəsən. İstəmirəm onu. Mən niyə artıq bu fiyatlandırmalar? Karım. Ondan karım yoxdur, bax, sıfırda. Panzat makarnadan 0 karım var. Gedək onları sipariş verək. Müzik çalar. Heç hoparlörün yox. Olmasını da istəmirəm. Bunlar bağlıdır. 24 aprel 4-cü ay. Nəysə, biz hər bir sifarişdən bir ədəd versək, səbətdə görürəm, çıxardacam artıqları. 141 dollar elədi. Səbətə daxil olduq. Bu 2 dənələrin hamısını bir ədəd eləyirik. 97 dollar oldu, amma çatmayan su, toz şəkəri. Bizdə bu qədər məhsul var idi. Var idi məncə. Bunu bağlayaq. Yox, bunu bağlamayaq. Bunu silək. Panzartı makarna. Bunu silək, sipariş verək. Siparişimiz gəldi. Balansda 7 dollar 55 sent pulumuz qaldı. Məncə biraz yavaş irəliyirik. Bu nədir? Qarpız dalı. Bu nədir? Su. Çörək haradaydı? Çörək buradadır. Siz gəlin geri. Qayıdın ora. Mən niyəsə zibili bura atmaq istəyirəm ha. Qaqa, bizim məhsullarınızın üstündən keçmədən məhsulları niyə ayaqlayırsan? Buranın sakinlərini görürsünüz. Neysə. Bu səhv eləmirəmsə bizdə olub. Amma necə olub, nə tər satmışıq bilmirəm. Neysə, bütün mallarımızı yerləşdirək rəfəq. Onsuz bir malımız yoxdur burada. Qarğıdalı yağını yerləşdirək bura.
Yine baxın yağa. Yine baxır. Bu bizim təzə məhsulumuzdur. Birinci dəfədir gəlir. Axıl un məhsulumuzdur. Ataq zibil qabına biraz oyunu sürətləndirməyə çalışacağım. Hə, nədir? Bunu buraya yerləşdirək. Şəkər tozu yerləşdirdik. İndi biz görək məhsullarımızın qiyməti nədir? Qarğıdalı yağı 3 dollar. Bir də 50 karımız var. Bunda da var, bunda yoxdur. Bunun qiymət təyin eləməmişik. Bunun nə qədər? 3.74 dollar. 3.71 sent. Olmaz. 2 dollar yaxşıdır. Biz onsuz 2 dollar da qoyanda sizin satdığınız məhsuldan artıqlaması nə qazanırıq? Amma yenə də sizin satdığınız bu marketə gələnə kimi qoyduğunuz, çıxartdığınız məhsulun 2 qatını satırıq, amma 2 qatından da daha satırıq, amma yenə də satırıq. Nəysə. Hə, bu qədər. Marketimiz açaq. Görək müştərilərimiz gəlirmi? Ey əziz sakinlər, ey bu məhəllənin sakinləri, marketimizi açıq elan eləmişik. Buyurun, gəlin, alış-verişlərinizi bizdən eləyin. Kofe. Ağladı bura. Sərsərov bir kofe içərdim orada. Və sən burada işləyirsən. Mənim də marketim orada. Ayda sən oturdun ama mən də oturub içmək istəyirəm sənlə. Oturmuşam. Oturaq bir kofe içəyəm, olar elə. Bax, o marketdə mənim də var, müştərilərim var orada. Sən niyə durdun, getdin? Söhbət eləyirdim. Hara gelsən? Söhbət eləyirdim. Fakat jiletin zırığı böyle buradan bir iki yerinden zırığı var. Hey, Aziz MC. MC. Gitti. Adam var kafe maniyada. Gedək görək, xanımla oturub kofe içə bilərik. Dayı, qabağına bax da. Xanım da orada getdi, bax. Xanım əsəbləşdi. Gedək mağazamıza. Biz belə market işlədərlər. Gəlin, marketi qoyub gəlib burada. Ödeyirik. Müştərilərimiz kasanı gözləyir ki, açaq. Bu nədir? Kasa kapalı. Evet. Bu yerdə. Market kasa açmaq istəyirəm. Kasanı necə açmayı? Nə bilim, heç düşünəm. Yüklərdim açıldı 50 sent. 50 sent buyur. Hoş geldin. Geldin getdin. Ne yazılıb bura? Kritik göstərgə. Mağazanın ne kadar kirli olduğunu göstərir. Mağaza çox kirlənirsə mağaza puanını kaybetmeye başlayacaksın. Burada kirlənmiş məhsullarımız var. Kirliliği təmizləyən şeyler var. Paspas. Çöpləri topla və poşeti çöp kutusuna at. Hava basaraq paspası al və ləkələri təmizlə. Paspası süngər al və pəncərəyi təmizlə. Ay. Sən mənim işimi artırmısan. Bu nədir? Ben yorğunluq gəlmişəm. Çox yorğunam. Özünüz görürsünüz, enerjim düşükdür. Aşağı səviyyədədir. Buna baxmayaraq video çıxartmağa çalışıram. Oyunun da mənə etdiklərinə bax. Yükə bax. Bir dənə gözəl xanım gəlib, mən onu gözlətmirəm. Sizi tez yola salam. Get qaqaş.
Kartdan ödəyirsiniz 18 dollar bu dəqiqə. Kartdan ödəyiş mənim çox xoşuma gəldi. 4 dollar. 3 dənə çörək, bir dənə yağ. Kart ödəniş 7.50 sent. Gözəl xanım, sizi bizim marketdə görməyə şadıq. 6 dollar. 6 dollar. Evet, sizi de görmeye şadıq. Sizi inciməyin, küsməyin bizdən. Tez-tez gəlin. Hanım, siz də xoş gəlmişsiniz. Hamınız bizim əziz müştərilərimiz, siz dəyərlisiniz. Hamınıza ayrı xüsusi diqqət göstərməyə çalışıram. Bacardığım qədər. Lütfen. Buyur qardaş, çox sağ olun. Yenə gözləyirik sizi marketimizdə. Basıram. Xala gəlin bir dəqiqə deyəm. Deyir süngəri al. Tap tuşuna bas. Hava bastım, süngəri aldım. Pəncərəni sil. Sildim pəncərə. Sonradan da silməliyəm. Sonradan silməliyəm. Sonra silməliyəm. Sən pəncərə deyilsin, hə? Qaqa. Ayda, zibillərə bax, ay. Bas. Bir dəqiqə. Bunun şəkərini dağıdıblar bura. Bunun pulunu parasını kim ödəyəcək? Öyle. Yağın birini atıblar bura. Vay. Bunlar hamısı bizim zərərimizə də. Heç biri. Zibillər necə yağı oradan? Daha bildim. Yaxınlaşırıq. Xahiş edirəm, diqqətli olun, yerə məhsullarımızı dağıtmayın. Kim məhsulu dağıtsa, parasını, pulunu o ödəyəcək. Və da elə şey yoxdur. Xanım, siz də 7 dollar 50 sent. Onu ya kartla ödeyin, ya nə bileyim. Pul üstünü gətirin. Onu səhələ, bax, belə ödeyin, bax. Akşam oldu. Saat 7. 7.50 sent. Et yağ bulamadım. Yağ yoxdu axı, bulamazsın. 12 dollar. Bir səviyyə. 3 səviyyə olmuş o artıq. 3 səviyyə. Qəşəng. Biz bu oyunu çox sürətli oynuyoruz. Görürsünüz. Qaranlıqda işığı yandırmayacağım. Faturalar gəlir. Plusdakı oyun da olar. Bizə artıq maliyyət lazım deyil. 2 dollar. Ekmek bulamadım. Sabah gələcək xala ekmek. Gün qutarda. Bizdə hamısı yeni məhsul vardı. İkinci dəfə gəlmir. Bura supermarket deyil. 8 dollar. Teşekkürler. Vallahi belə məmnun gəlin, məmnun gedin. 2 dollar 50 sent. Saat 9 oldu. Kasayı kapat. Kasaya ne oldu? Bir dənə şeker tozumuz var idi. Onu da bu qardaş aldı. Apardı. Daha heç nə tapanmazsan. Su, toz, şeker bulamadım. Bulamadım, canı sağ olsun. Ay qaqa, şunu yandırım. Elə baxır ki, elə bil ora böyük rəflərdə gizlənib ora. Çıx çölə, market bağlıdır. Bağlıdır, koz. Gecən xeyrə, sabah gələrsən. Bax, saat 9-u keçibdir. Get yat. Biz Balicə məhəlləyik, gedib biz də yataq. Bugünkü günü yekunlaşdıraq. Məncə buraya qədər bəsdir. Bugünkü günü yekunlaşdıraq. O üstümüzə 2 dənə
İnsan gəlir, bunlardan qaçaq. Bir uzun boylu verəcəm. Bir dəqiqə buna baxayım. Valla getdikcə uzun lap uzun gəlir üstümüzə. Eləcə də lap arada qalır. Oy ya, buna bax. Gəl, gəl. Gedək marketimizə qayıdaq təzədən. Nəysə, baxın dostlar, bugünkü günümüz bax belə keçdi. 155 dollarımız var, 3 səviyyəyə çatmışıq. Marketdə bir kassa satın al. Yeni görev gəldi. Bu görevi inşallah gələn oyunda sizinlə paylaşacağım. Çalışacağım tez video gəlsin. 3 günə, 2 günə video gəlsin. Bu aralar işim yoğun olduğu üçün, çox olduğu üçün video ata bilmədim. Biraz gecikdim. Hardasa 8-10 gün belə olar. Təxminən ki video ata bilmirdim. Ona görə yəqin ki üzrlü hesab eləyəsiniz. Yorğunçuluq, işin yorğunçuluğu olur. İzin günümüz yoxdur. İnşallah yuxarı səviyyələrə qalxanda bu günlərə şükür eləyərik. O günlərə də şükür eləyərik. Bu günlərin dadı doyulmaz olar. Xatirə kimi qalar yaddaşda. Məncə oyunumuz çox yaxşı idi, maraqlı keçdi. Biraz əyləndik, dedik, güldük. Çalışdığım qədər əyləncəli olmağa çalışdım, amma buna baxmayaraq nə qədər bacardım bilmirəm. Bunu öz fikirlərinizdə qeyd edəsiniz. İzləyicilərimdən də çox xahiş edirəm ki, videomu bəyənsin. Bu bəyənmə bizim üçün çox önəmlidir. Bu qədər. Bizimlə qalın. Daha irəliyə gedək, daha sevilək. Hələlik özünüzə yaxşı baxın.